içi dolu olan Faberlic PR paketini birlikte açırıq. İlk məhsulumuz budur. Bu sadəcə maye sabun olması ilə qalmır. Bunun əsas iki özəlliyi var. Balıq bişirmisənsə və əlindən balıq qoxusu gəlirsə, ət qoxusu gəlirsə, xüsusən də soğan qoxusu gəlirsə, bu onun iyisini tamamilə aparır. İkinci üsul isə, əgər taxtanın üzərində kəsirsinizsə həmin o məhsulları və onun üzərində soğan iyisi, balıq iyisi, ət iyisi qalırsa, elə bunu onunla da yuya bilirsən. Otaq parfümü var. Bunu həm otağınıza, həm pərdəyə. Nə qəşəng hissi var bunun. Çox qəşəngdir bu, həqiqətən. Yumuşu alınca bunu alaram da, yəni çox qəşəngdir, bayıldım mən. Keçirik bu dəstləri. Bunlar göz paketləridir. Bunlar baxım məhsullarıdır. Bunlarla belə tərkib olaraq məlumatım var, amma gün keçdikcə, hər gün istifadə etdikcə sizə bunlar haqqında daha ətraflı məlumatlar verəcək. Gözaltı krem üçündür. Bunun çəhrayı rəngində almışdım. İndi dedim ki, niyə də sarı rəngini stoklamayım. Bu acı ətirdir. Acı ətirlərdə təbii ki də bizim kolleksiyamızda yer var. 40 üzəri xanımlar üçün, maskadı qırışları açması üçün bunu mamaya götürmüşəm. Bunu dediyim kimi, baxım məhsulları olduğuna görə hələ ki sizə dəqiq bir məlumat verə bilmirəm. Sadəcə görünüşünü, tərkibini deyə bilərəm. Amma zaman keçdikcə, mən bunları yoxladıqca təbii ki də nə edəcəm, sizə məlumat verəcəm. Belə bir kremdir. Türklər demiş, kaymak gibi. Merak edəndə mən ondan deyiləm. Gənclər üçün gözaltı patçlərdir. Faberlic'dən qeydiyyata keçsəz, həmin bu koskocaman, baxın, yəni görün, mini boy deyil də, yəni bu böyük boy olan gözaltı patçlarını hədiyyəlik əldə etmiş olacaqsınız. Yəni bunun katalog qiyməti bilirsiniz neçədir. Amma qeydiyyatdan keçənlərə özəl bu hədiyyə olacaq. Burada belə bir aplikatoru var. Daha sonra açaq. Faberlic'dən dodaq şişirdici aldım. Yəni açaq gerək bunu istəyəcədir. Hər şey eləməsəm, elə biləm qərib olurum. Bilirsiniz nə isidir? Çox belə şirin, amma adi belə marketlərdə olan lollipopların iyisi. Belə bir tuş. Çox böyük səs çıxdı. Belə bir məhsul qarşılayır. Aşağıda xatirət belədir. Bu da gözaltı patçilərdəndir. Bu səhv etmirəmsə 40 üstü xanımlar üçündür. Eyni qablaşdırma. Bunun da belə bir aplikatoru var. Bunu belə açırıq. Bir qarşılayan ten paletimiz var. Belə bir parfümümüz var. Faberlic'in parfümlərini bəyənməyənlər, vurdum 2 saniyə sonra yox oldu deyənlər, parfümü düzgün istifadə eləmişsiniz. Parfümü ümumiyyətlə heç kim düzgün istifadə eləmir. Bəzi tüyolar var ki, onları mən sizə başqa bir videoda göstərəcəm. Baxın, burada fırçası da var. Bronzer, highlighterlar və ənlik. 4-ü birində, hətta 5-i birində. Yaxşı, indi gəlin bir şey deyək ki, sizcə bu hansı paletə oxşuyur? Təbii ki də Benefit. İndi yəni özünüz qərar verin də. Baxın, mən sizə Benefit'in olan paletini də belə qoyacağım. Bu da Faberlic'dən olandır. Elə qeydiyyatdan keçib bunu alın da. Çox qəşəngdir axı. Möhtəşəm, mən çox bəyəndim bunu. Sadəcə qeydiyyatdan keçin və bu qədər məhsulu siz də əldə edin. Sağ olun.